20 nömrəli suala baxırıq. Kök altda funksiya verilib, qiymətlər çoxluğunu soruşur. Biz bilirik ki, ax kvadratı üstəgəl bx üstəgəl c, yəni y bərabərdir. Kvadrat funksiya, kvadratik funksiya a sıfırdan böyük olanda ən kiçik qiymətini alır, a sıfırdan kiçik olanda ən böyük qiymətini alır və ən kiçik qiymət, ən böyük qiymət y sıfırdan hesablanır. İndi bizdə a sıfırdan kiçikdir. Deməli, biz ən böyük qiyməti hesablayacağıq. Ən böyük qiymətdə y0 bərabərdir. 4 vur a mənfi 1'dir. 4 vur mənfi 1 vurulsun c'də mənfi 7 minus b kvadratı 64. Məxrəc mənfi 4. 4 vur 7 28. 28'dən 64 çıxarıq. Hesablama düzgün etdiksə, baxaq görək. Bəli, 64'dən 28 çıxanda 6 dəfə 4, 3, 36 mənfi bölünsün mənfi 4'ə olacaq müsbət 9. Əgər bu funksiya kökün altında olmasaydı, ən böyük qiymət 9 tapdıqda bunun qiymətləri olası, yəni y, mənfi sonsuzluq 9 götürərdik. Mənfi sonsuzluq 9. Amma bu funksiya kökün altında olduğuna görə bu funksiyanın ala biləcəyi biz ən böyük qiyməti 9 tapmışıq, düzdürmü? Amma kökün altında olduğuna görə y0 kökün altında y0 olmalıdır. Kökün altında 9, bu da 3'ə bərabərdir. Yəni aldığı ən böyük qiymət müsbət 3'dür. Amma ən kiçik qiymət isə 0'a bərabərdir. Çünki kökün aldığı ən kiçik qiymət 0'dır. Ona görə cavab A variantı. Dediyim kimi, əgər kök olmasaydı, qiymətlər oblastı mənfi sonsuzluq 9 götürərdik. Amma kökün altında olduğuna görə ən kiçik qiymət 0'dır. Yəni A'nın 0'dan kiçik həllində. Ən böyük qiyməti isə kökün altında 9, oradan da 3 çıxır.